Hər birinizə salam, kanalıma xoş gəlmisiniz. Çoxdandır çəkdiyim bir videonu paylaşacağım bugün sizlərlə. Bu məhsulları endirimdən aldığım üçün həm endirimli, həm də hazırdakı qiymətləri yazacağam. İlk məhsul Classic Ikea markasının ləkə kremidir. Bu kremi bitirmək üzrəyəm demək olar ki və çox bəyəndim. Tək ləkələrə yox, həm də sızanaqlara da yaxşı gəlir. Bu markanın daha əvvəl çəhrayı rəngli gözaltı kremi və qırmızı rəngli sızanaq üçün olan kremlərində almışdım. Onları da görürsünüz. Ən çox qırmızını bəyəndim, bitirdim və yenisini sifariş verdim. Sızanağın üzərinə tətbiq edirəm və artıq sabaha sızanaq yox olmuş olur. İkinci məhsul Dermotenin nəmləndirici kremidir. Bu kremi anam üçün götürdüm. Yağlı kremdir, yəni quru dərilər üçün uyğundur. Anamın üz dərisi də qurudur. Dermotenin məhsullarını daha öncə də almışam və çox bəyəndiyim marka olduğu üçün bu kremin də yaxşı olacağını düşündüm və aldım. Anam da xeyli vaxtdır ki istifadə edir və o da çox bəyəndi. Daha sonra yenə Dermoten'dən 2 məhsul götürdüm. Eyni kremdən nənəm üçün də götürdüm. Eyni gündə sifariş vermədiyim üçün cüzi qiymət fərqləri var. Bunu açmadım hədiyyə verəcəyim üçün. Həm də digərini açdım deyə ehtiyac qalmadı. Nənəm də kremi istifadə elədi və bəyəndiyini dedi. Tamamilə eyni kremdir, görürsünüz. Bir də özüm üçün Dermoten'in bu peeling məhsulunu aldım. Bunu daha əvvəl də almışdım. Səhv eləmirəmsə 12 manata. Bu dəfə isə çox ucuza gəldi. Həm də bu məhsulu da çox bəyəndiyim üçün yenə aldım. Sadəcə başlığı digərindən biraz fərqlidir. L'Oreal Elsevin istiyə qarşı saç qoyucu kremi üçlü şəkildə endirimdə idi. Çox ucuza düşdüyü üçün düşünmədən götürdüm. Daha əvvəl də istifadə etmişəm bu kremdən. Saçlarım çox şişir deyə hər duşdan sonra demək olar ki, saçlarımı düzləşdirirəm. Həm ağırlaşdırmır saçları, həm də saçlarımın şişməyinin qarşısını alır. Düzdür, çox almışam. Hal-hazırda əlimdə çox məhsul var. Ona görə də kanalda hədiyyə kampaniyası keçirmək istəyirəm. Əgər sizlər də istəyirsinizsə, rəylər bölməsində fikirlərinizi yaza bilərsiniz. Axırıncı məhsul isə parfümdür. Bu parfümü daha əvvəl də almışdım. Bargello'nun 384 nömrəli parfümüdür və çox-çox bəyənirəm bu parfümü. Bu qiymətə də görmüşkən bu fürsəti qaçırtmaq istəmədim. Birini hədiyyə verdim, digərini isə bayaq dediyim hədiyyə kampaniyasını keçirsəm əgər, onun üçün, yəni sizlərə göndərməyi düşünürəm. Bu məndə olandır, istifadə edirəm. Daha əvvəl də demişdim. Həm də bu parfüm Victoria's Secret Bombshell parfümünün əvəzedicisidir. Hələlik kanala dəstək olmağı, abunə olub bəyənməyi və rəy yazmağı unutmayın zəhmət olmasa.